bunun arxasında başqa şeylər də Hansı var. çətinliklərlə üzləşdin Şəfa? Elə qadının biznesdə olmağından tutmuş, qeyri-ciddi baxırlar sənə. Xüsusən də yəni biraz gənc görünümlüdürsə, səni elə qəbul eləyirlər ki, bu haranınsa uşağıdır. Gəlib burada biz biznes sahəsi deyəndə ümumiyyətlə kişilərin çox olduğu sahədir də və mən bunu harda hiss elədim? Biz satış nöqtəmizi açanda, birinci satış nöqtəmizi açanda mən hiss elədim ki, məni qeyri-ciddi qəbul eləyirlər. Qadın olduğum üçün. Bu nə deyə, nə şokolad, hə. Neyniyəcək ki bu burada, misal üçün. O qədər maneələr yaratmağa, süni maneələr yaratmağa çalışırdılar. Müəyyəndirlər məsələn. Yəni müəyyən bir yer sənin üçün ayrılıb. Yox, bu yeri siz vermirik. Yəni boş, mənasız şeylərə görə mənim o qədər əsəblərim xarab olurdu ki, oturub ağlayırdım. Yəni bu yeri mənə söz veriblər. Gedirsən, görürsən ki, yox, bu yeri demir, başqa yeri deyir. Yəni orada da hər şeyin yer fərqi var. Yəni müştəri axını yerə görə dəyişir. Və yaxud mənim artıq ilk satış nöqtəmdə vitrinim hazır idi, hər şeyim hazır idi. Qoymurlar işə salım. Hardasa bir 3 həftə mənim vitrinim sadəcə boş orada dayandı. Ölçüləri böyük gəlib biraz. Burdan gətirib özü də süni şəkildə gətirib ora əlavə soyuducu falan qoymuşdular ki, şəklini də çəkib öz rəhbərlərinə göndərirdilər ki, bu xanım gəldi, bu qədər yeri tutdu. Halbuki o soyuducu 2 gün əvvəl orada yox idi.